Dünya həyatının abadlığı o qədər mühümdür ki, Allah İmam Zamanı qeybə aparıb və İmam Zaman zuhur eləyib dünyanı abad eləyəcək. O qədər mühüm mövzudur bu. O qədər əhəmiyyətli məsələdir ki, bu məktəbin neçə dənə təməl inancı var. İntizarul fərəc əfzəlül ibadə. Ən üstün ibadət onun gəlişini gözləməkdir. O gəlib neyniyəcək? O gəlib dünyanı abad eləyəcək ki, insanlar dünyadan ləzzət alıb axirətə yönəlsinlər. Yəni gördük, bu dünyanı gərək maksimum insan dadsın ləzzətini ki, desin də buradan o yana bir şey qalmadı ki, yox. Gözü qalmasın. Buradan o yana bir şey qalmadı. Əlbəttə ki, yenə də söhbət halallardan gedir, cızıqdan çıxmamaq şərti ilə. Əslində o cızıqdan çıxmaq da həyatı acılaşdırır insan üçün. Ona görə dünyanın maksimum insan dünyadan bəhrələnəndən sonra onda başa düşür cənnətdə nə var nə yox. Onda başa düşür ki, gör Allahın təriflədiyi axirət necə gözəl bir yerdir. O qədər dünya abadlığı mühümdür ki, İmam Hüseyn əleyhissalam şəhidliyi qəbul eləyir ki, insanların həyatına məna bəxş eləsin. İmam Hüseyn niyə görə şəhid oldu? İmam Hüseyn ona görə şəhid oldu ki, həyatı xilas eləsin, həyatı zalimların əlindən alsın, insanlara versin. Çünki onlar qoymur insanlar yaxşı yaşasın. Onlar insanların yaşamağına mane olur. Onlar insanların bir ömrünü azı zəhrimara döndərir. O da İmam Hüseyn razıdır ki, canını versin, tə ki bu həyatı onların əlindən alıb insanlara bəxş eləsin. İmam Hüseynin davası həyat davası idi. Həyat üçün canından keçməkdir. Başqalarına həyat vermək üçün özü ölümü qəbul edir. İmam Hüseyn ölmək öyrətmir bizə təkcə. İmam Hüseyn yaşamaq öyrədir bizə. Düzgün yaşamaq ustadıdır İmam Hüseyn əleyhissalam. Amma bəzən suallar doğur ki, dünyada dinsiz insanlar çoxdur. Biz belə deyirik də, deyirik ki, insan dindar olmasa, bu dinin məntiqidir. İnsanlar dindar olmasa, xoşbəxt ola bilməzlər. Dünya həyatında xoşbəxt ola bilməzlər. Bizim məntiqimiz budur ki, cəmaat dindar olmaq istəmirsə, ilk növbədə xoşbəxt olmaq istəmir. Dünyada xoşbəxt olmaq istəmir. İnsanlar dindar olmaq istəmir, yəni xoşbəxtlikdən imtina eləyir. Dindar olmaq istəmirsə, o deməkdir cəhənnəmə gedəcək. O deməkdir ki, dünyası cəhənnəmə çevriləcək. Dinin məntiqi budur. Amma bizə əvəzində deyirlər ki, axı, dinsizlər var ki, gözəl cəmiyyətlər qurub inkişaf edib, xoşbəxt də yaşayırlar. Onların dini yoxdur, yaxud da dinləri naqisdir, səhvdir. İstəyirəm ki, siz səthi baxışla baxmayasınız qərbin həyatına. Bizə qərbin həyatının zahirini göstərirlər, onun zahirini görürük. Amma qərb belə bir yeri kosmetik təmir eləyərsən, üzünü bəzəyərsən, üstü bəzək, altı təzək olar. Bu misal tam şəkildə onların həyatına tətbiq olunasıdır və bunu onlarla təmaslı olan insanlar da bilir. Həyat hərarətdən məhrumdur. Həyatdan ləzzət almadan qanunların çoxluğu ilə insanları nizama vadar eləyib, binaları uzatmaq, küçəni təmizləmək heç də xoşbəxtliyin həqiqəti deyil. Din dediyi dünya həyatının xoşbəxtliyi daha dərin bir anlayışdır, daha dərin bir məsələdir. İnsan dinə əməl eləməsə, xoşbəxt olmaq nədir onu dərk eləyə bilməz. Dünya həyatını abad eləyə bilməz. Din ilk növbədə dünyanı abad eləmək üçündür. Əleyhissalam buyurur, maraqlı sözdür bu Həzrət Əlidən, Nəhcül Bəlağada da tapa bilərsiniz. Buyurur ki, möminlərin dünyadan aldıqları ləzzət dindən danışmır, ibadətdən danışmır, mənəviyyatdan danışmır, cənnətdən danışmır. Əleyhissalam buyurur, möminlərin dünyadan aldıqları ləzzət dünyapərəstlərin dünyadan aldığı ləzzətdən daha artıqdır. Bunu biz təcrübə eləməmişik, ona görə bizə təəccüblü gəlir. Əleyhissalam buyurur ki, dindar insan dünyadan nə qədər ləzzət alır, dünyapərəstdən daha artıq. Biz özümüz dinimizdən ləzzət ala bilməmişik deyə bu bizə gülməli gəlir ki, bu necə şeydir? O adamlar ki, dünyapərəstlər, onların həyatını görürük, keyf içində, eşrət içində. Amma ona qərq olan adam yediyinin də dadını bilmir, içdiyinin də dadını bilmir. Ondan ehtiyatsız ol, sonra gətirib qabağına qoysunlar, ondan ehtiyatsız halda istifadə elə, yeməyin dadı da dəyişir. Amma nə qədər onun içinə qərq olursan, çox yeyən adam yeməkdən ləzzət almır. Özünü saxlayır bir müddət, sonra oturur yeməyə, yemək daha şirin olur, daha ləzzətli olur. Buna biganə adamlar daha çox ləzzət alır ondan.
Din gəlməyib bizim cənnətimizin zəmanətini verə, dünyada necə yaşayırsınız, yaşayın. Baxın Həmmam xutbəsinə. Həmmam xutbəsindən bir hissəni mən sadəcə oxumaq istəyirəm, şərh eləmədən. Özdə Azərbaycanca oxuyacam, ərəbcə oxuyub vaxt uzalmaq istəmirəm. Həmmam xutbəsindən bir müminin xüsusiyyətinə baxın. Buyurur, ona zülm eləyəni bağışlayar. Ona heç nə verməyib məhrum eləyənə əta eləyər, bəxş eləyər, verər. Onu yoluxmayanı yoluxar. Yaman sözdən uzaqdır, danışığı yumuşaqdır. Qınanılası işi yoxdur, yaxşı işləri isə çoxdur. Ona düşmən olana zülm eləməz. Zülm eləmədiyinə təəssüflənməz. Şahidliyi tələb olunmadan doğru söyləyər. Ona veriləni, tapşırılanı itirməz. Ona etibar ediləni unutmaz. Xalqı ləqəblə çağırmaz. Qonşusuna ziyan vurmaz. Müsibətə düşənə sevinməz. Batilə boyun əyməz. Batil işə qol qoymaz. Nəfsi, gözəl söz budur, çox gözəl sözdür bu. Bəlkə mən deyirəm, bir orucluq and olsun Allaha bunu təfsir eləmək olar. Nəfsi onun əlindən bizar olmuşdu, insanlar onun üzündən rahatlıq tapıblar. Axirət üçün nəfsini yorar, nəfsi sarıdan cəmaata arxayın eləyər. Nə gözəl sözlərdir. Axirət üçün nəfsini yorar, nəfsi sarıdan insanları arxayın eləyər. Uzaqlaşması qürurdan, təkəbbürdən olmaz. Yaxınlaşması hilədən doğmaz. Belə insanlarla yaşasan, həyat nə qədər şirin olar insan üçün. Belə insanlarla yaşayasan, doğru insanla, düzgün insanla, həyatdan ləzzət alar insan. Yoxsa hər addım başı bir-birini alladan, üzüyü çevirdin, sənin barədə qeybət eləyən, bir-birinə badalaq quran, bu cəmiyyətdə yaşamaq, mən cənnəti qoyuram qırağa, bu dünyanın, bu cür qurulmuş dünyada yaşamağın hansı ləzzət ola bilər insan üçün? O nə dünyadır ki, belə insanlardan ibarətdir. Hamısı özünü düşünən insanlar ki, mənim üçün yaxşı olsun, dünyaya heç gün çıxmasın. Bu məntiqlə yaşayan insan. Bir də var ki, insanlara ürəyini verməyə hazır olan insan. Deyə bilərsiniz, bu mümkündür belə olmaq. Vallah mümkündür. Mümkün olmasaydı deməzdilər. Din gəlməyib ki, kağız üstündə qalsın, biz oxuyaq, gedək evimizə. Sonra gələn cümə gələk, yenə oxuyaq, gedək evimizə. Din bunun üçün gəlib ki, bir-birimizə danışaq ki, belə olmalıdır, amma olmur. Olmursa niyə görə gəlib oturmuşuq burada? Olmayacaqdırsa niyə göndərirdilər? Elə feyziyab olmağa, ləzzət almağa, bu nə vaxt praktikaya keçəcək? Düzdür, çətindir, amma çətinliyinin də səbəbləri var. Çətindir ona görə ki, dünyanı qarışdırıblar. Dünyanı o qədər qarışdırıblar ki, düz olmaq çətindir. Yoxsa düz olmaq əvvəldən bu qədər də çətin deyildi. Vəziyyət o qədər qarışıb, dünya qarışıb ki, düz yaşamaq çətinləşib. Demirəm, burada oturanların hamısı belə ola bilər, amma heç olmasa neçə dənə nümunə çıxsın ortaya. Görsün də cəmaat ki, bu din cəmaata nə verir. O gün bir yerdə biz danışırdıq. Adam hərdən bəzi dırnaq arası dindarların əlindən mən bax boğaza yığılmışam şəxsən. Mən özümü deyirəm. Təsbih əlində zikir deyir, köynəyin burasını da bağlayıb, qolu da uzun, telefonunda zəng gəlir mərsiyə. Amma ki, bir dənə adamla bir dənə iş görərsə dərhal xəyanət eləyər. Sözü düzdür, pul alar, vaxtında qaytarmaz. Bir dənə zarafat eləyərsən, əstəğfirullah deyər. Amma ki, kiminsə qeybətini rahat oturar eləyər, bütün dünyanı özünə borclu bilər. Hələ ki bunu görür insanlar. Demirəm hamı belədir. Əlhəmdülillah pak insanlar çoxdur, şükür olsun Allaha. Amma paklıq artsın gərək, kifayət qədər çoxalsın ki, insanlar baxsın, görsün ki, bəli bu din insanlara bunu bəxş eləyir. Bu dinə gəlib insanların həyatı dəyişib. Bunu görsünlər nəhayət ki. Ailələrdə nələr baş verir. Bunun çoxunu mən bilirəm, mənə müraciət edirlər. Məni dəhşət bürür ki, dinsiz adamın həyatı bundan yaxşıdır. Dinsiz insanı. Bəzən çarşaba bürünüb, elementar həyatda həyat yoldaşına elementar hörməti göstərməyən, təəssüflər olsun ki, insanlara rast gəlir. Həyat yoldaşına zülm eləyən, dindən istifadə edib, qadının həyatını zindana döndərən kişilər, valideynlər şikayət edir, övladlar şikayət edir. Biz hərdən dərdlərimizi danışmalıyıq, elə bir-birimizi tərifləyib getməli deyilik. Bunu görən insan, bu dini görən insan bu dinə nəyə görə üst tutsun? Hansı əsasdan, hansı məntiqlə bu dinə üst tutsun?
Amma bu sözlər kağız üzərində qalıb, buna əməl eləyən yoxdur. Mən bir dənə sizə söz deyim, bunu yadda saxlayın. Mən bunu əminəm, Allaha inandığım qədər bu sözün düzlüyünə inanıram ki, dinin dünyada yayılmağı üçün bir dənə şey lazımdır bugün. Sadəcə göstərmək lazımdır. Vəssalam. Göstərmək lazımdır ki, bu din insanı necə xoşbəxt eləyir. Bunu əməli şəkildə göstərmək lazımdır. Cəmaət qeybə inanmır. Avropalı bilmir ki, o pərdə arxasında nə var. Cənnət belə olacaq, el olacaq, onları bildi. Amma onu görmür. Gərək göstərəsən ki, bu dünyada bu din məni neynədi, necə dəyişdi. Küçəmizdən, libasımızdan, danışığımızdan, ünsiyyət mədəniyyətimizdən, bir-birimizə mehriban olmağımızdan, iki mömin bir-biri ilə görüşəndə buyurur, susuz adam suyu görəndə necə sevinər, elə sevinər. Bu sözlər kağız üzərində qalmaq üçün gəlir. Kimdir buna əməl eləyən? Amma bu ünsiyyəti, bu şirinliyi, bu gözəlliyi bizim həyatımızda görsələr, cəmaət dəli olmayıb ki, öz-özünü cəhənnəmə atsın. Cəmaət qəbul eləyər, bütün dünya bu dinə tərəf gələr. Sadəcə bu sözlərə əməl eləyənlər lazımdır. Görürsünüz, zahirini bəziyiblər həyatlarının, binalarını bəziyiblər, necə ovlayırlar insanları. Amma bizim dinimiz həm zahirimizi zinətləndirir, həm batinimizi. Hədisdə var ki, kafir insanın həqiqətindən danışır, buyurur, elə kafirin qəbri kimidir, onların həyatı. İçində kim var, üstü adətən görərsən bəziyirlər. Amma indi əksinə olur. Müsəlmanın qəbristanlığı necədirsə elə dünyası da elədir. Mərmərdən daşlar düzürük, amma içindəki 2 rükət namaz qılmayıb ömründə Allaha, ibadət eləməyib. Bir insan istəyirsə bizim dinimizlə tanış ola, ancaq kitabxanaya göndərməyək. Ancaq kitabxanadan öyrənməsin bu dini, bizə baxıb bu dini öyrənsin. Baxsın ki, bu din bax belə insan yetişdirir. Bunu görən insan, bu işi görə bilsə kimsə, o böyük iş görür. Bizim cəmiyyətimizə baxsın, məscidimizə baxsın, evimizə baxsın, toyumuza baxsın, yasımıza baxsın, məişətimizə, ailə münasibətimizə, övladla davranışımıza, bu gözəllikləri görsün, o gözəllikləri vaxt çatıb ki, kağız üzərindən çıxardıb həyata gətirək, göstərək. Ondan sonra da təbliğə ehtiyac yoxdur. Onu deyir İmam Sadiq əleyhissalam ki, cəmaatı diliyüzlə yox, əməliyüzlə bizə tərəf çağırın. Dünyovuz abad olsun. Cəmaət eşitməsin ki, cənnətdə biz keyf eləyəcəyik, siz əzab içində olacaqsınız, biz hamıya azıqlı olaq ki, siz hələ keyf eləyin, biz burada əziyyət çəkək, sonra orada baxarıq, siz cəhənnəmə gedəcəksiniz, biz cənnətə. Belə din olmaz. Dinin məntiqi budur. Din istəyir gəlsin, dünya həyatını abad eləsin, dünya həyatına zinət versin, axirəti abad eləsin. Bu gözəllikləri gözlə görmək lazımdır, göstərmək lazımdır. Bu ən mühüm məsələlərdən biridir. Və biz həyatımızdan bir gün ləzzət ala bilsək, ibadətimiz də ləzzətli olacaq. Bilirsiniz niyə görə? Çünki insan xoş yaşayanda Allaha çox daha ürəklə təşəkkür edir ki, ilahi nə yaxşı mənə bu həyatı bəxş eləmişsən. Onda namaz qılanda da şövqlə səcdə edir. Ki, ilahi nə gözəlliyi vermişsən. Amma həyatından narazı adam, acıqlı adamın ibadəti nə olacaq? Dünyası abad olan insan ahireti daha çox sevir. Ona görə ki, insan intizarda olur ki, gedim görüm orada nələr var. Ahirət dünyanın davamıdır əslində. Burada gördük, gedək davamına orada baxaq. Buradan başlanmalıdır o ləzzət. O xoşluq buradan başlanmalıdır ki, orada keçə bilsin. Əsas hissəsi oradadır. Bura oranın bir şüasıdır. Bu şüadan ləzzət alırsan, tam bəhrələnirsən, deyirsən bunun şüası belədirsə, gör həqiqəti nədir? Dinin məntiqi budur, dinin yanaşması budur. Ona görə Aşura ziyarətində İmam Hüseyn əleyhissalamı ziyarət edirik. Deyirik ki, Allahümmə ec'al məhyaya, ilahi ömrümü, yaşayışımı Peyğəmbər və Əhl-i Beytin yaşayışı kimi qərar ver. Sonra deyirik ölümümü onların ölümü kimi. Əvvəl həyat gəlir. Aşura ziyarəti ən üstün dualardan biridir. İmam Zamanla biri görüşdü, 3 dəfə dedi Aşura ziyarəti, Aşura ziyarəti, Aşura ziyarəti. Onu sənə tövsiyə edirəm. Aşura ziyarətinə insan oxuyanda İmam Hüseynə məftun olur, ona görə onun lənəti də bir rəhmətdir. Orada biz düşmənlərə niyə lənət oxuyuruq? Çünki deyirik, bu cür gözəlliyi məhv eləmək olardı. Necə əliniz gəldi ki, bu gözəl insanları bu dərəcədə şəhadətə çatdırdınız. Aşura ziyarətini oxuyan insan ilk növbədə həyatı sevir, həyata bağlanır və bu həyatın davamı olan axirət həyatına yönəlir. Əgər məqsəd ancaq axirət idisə, İmam Hüseyn niyə mübarizəyə qalxdı?
İmam Hüseyn mübarizəyə qalxdı ki, həyatı Yezidlərin inhisarından alsın. Çünki Yezidlər qoymur cəmaat şirin yaşasın. Yezidlər qoymur cəmaat abad yaşasın. Ona görə gəldi ki, o Yezidləri yolun üstündən çəksin, alsın, onlardan həyatı cəmaata versin. İmam Hüseyn təkcə axirət vədəsi vermirdi. İmam Hüseyn dünyanın da abadlıq vədəsini insanlara verirdi və İmam Hüseyn və bizim dinimiz, ümumiyyətlə bütün bu təlimlər ancaq axirətə aid deyil. Bizə belə başa salıblar ki, sizin dininiz o tərəf üçündür, dünya üçün bizə qulaq asın, dünya həyatı üçün bizdən öyrənin. Axirət üçün gedin Quranınıza baxın. Bizi belə başa salıblar. Hüseyn sizə ölümü öyrədir, Peyğəmbər ölümü öyrədir, Əli ölümü öyrədir, ölümü onlardan öyrənin, həyatı biz sizə başa salaq. Amma biz başa düşməliyik ki, Peyğəmbər ilk növbədə bizə düzgün yaşamağı, xoş yaşamağı öyrədir, inkişafı, tərəqqini, saadətə çatmağı öyrədir. Vaxt çatıb ki, biz dünyaya yaşam dərsi verək, ölüm dərsi çox vermişik, ölümdən çox danışmışıq. Və yenə də danışacaq. Çünki ölüm olmasa həyatın mənası yoxdur. Ölümdən danışılan söhbətlərdir, məna qatır insan həyatına. Amma vaxtı çatıb ki, biz necə yaşamağı göstərək. Bu din sayəsində mömin insan necə yaşayır, onu göstərək. Bunu saxtalaşdırmaq olmur. Hədis var İmam Baqir əleyhissalamdan. Buyurur ki, axir zamanda sizin bütün inanclarınızın saxtasını düzəldəcəklər. Təxminən belədir hədisin mənası. İmam Hüseyn əleyhissalam deyir ki, ölün, ölsüz, şəhid olsuz, sabah Peyğəmbərə qonaqsız. Bunun saxtası nədir? Bunun saxtası bugün var. Bunun saxtası budur ki, get məsciddən dindarları partlat, öldür, günahsız insanın başını kəs, Allahu Əkbər denən Peyğəmbərə qonaq ol. Bunun saxtasını düzəldiblər. Bir çox şeylərin saxtasını düzəldiblər, amma həyatın saxtasını düzəldə bilməyəcəklər. Göstərə bilsək ki, bax, din bizə bu saadəti bəxş edib, onun alternativini düzəldə bilməyəcəklər. Alternativini düzəldə bilmədiklərinə görə də aziz qalacaqlar. Bugün İslam aləmindən, müsəlman aləmindən bu tələb olunur. Odur ki, bu təlimləri diqqətlə oxuyun, baxın, görün necə hər cüziyyat haqqında hökmləri var dinimizin. Yatmağın ədəbi, durmağın ədəbi, işləməyin ədəbi, salam verməyin ədəbi. Yəni dinin işi əvvəl dünya inandı. Bu dünya abad olsun ki, axirətdə abad olsun. Hər bir cüziyyat haqda danışır. Yoxsa elə deyərdi ki, get namaz qıl, oruç tut, həccə get. Bax, din bundan ibarət deyil. Din deyir, möminin üzündə təbəssüm olar. Din deyir, mömin belə görüşər, salama əvvəl verər. 3 gündən artıq bir-biri ilə küsülü qalmaz. Bütün bu hədisləri oxuyursan, deyəcəm, bunlara əməl olunsaydı, cənnət hələ öz yerində, dünyada insanlar keyf eləyərdilər, yaşamaqdan ləzzət alardılar, keyf içində olardılar.